Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'dehu. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Əziz müsəlmanlar, bugün sizinlə bərabər İmanın Əsasları kitabına devam edirik. İbadət yalnız iki şərtlə qəbul olunur. 1. İbadət olunan qarşısında ixlaslı olmaq. İbadət olunanın qarşısında ixlaslı olmaq. Uca Allah buyurur: halbuki onlara dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək əmr olunmuşdu. Əl-Beyyinə surəsi 5-ci ayə. Doğrusu əsl din ancaq Allaha məxsusdur. Əz-Zümər surəsi 3-cü ayə. De, mən dinimi məhz Allaha məxsus edərək yalnız ona ibadət edirəm. Əz-Zümər surəsi 14-cü ayə. 2. Peyğəmbər sallallahu aleyhi və səlləm yolunu tutub getmək. Belə ki, uca Allah yalnız Peyğəmbərin sallallahu aleyhi və səlləm yoluna uyğun olan əməlləri qəbul edir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna uyğun olmayan əməlləri qəbul etmir. Uca Allah buyurur: Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi də qadağan edirsə ondan çəkinin. Əl-Həşr surəsi 7-ci ayə. O həmçinin buyurur: xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan, tam təslim olmayınca iman gətirmiş olmazlar. Ən-Nisa surəsi 65-ci ayə. Yəni, burada da açıq aydın bu ayədə başa düşülür ki, yəni, Peyğəmbər sallallahu aleyhi ve səlləmi hakim seçmədikcə, yəni, hakim hesab etmədikcə çəkişmələrdə, problemlərdə Peyğəmbər sallallahu aleyhi ve səlləmdən eşitdiyimiz hədisləri hakim seçmədikcə və o hədislərlə problemləri həll etmədikcə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. Nisa surəsi 65-ci ayə. Resulullah sallallahu aleyhi ve sellem belə buyurmuşdur: kim bizim bu işimizə, dinimizə ondan olmayan bir şey əlavə edərsə, o rədd olunar. Yəni, onun özünə qayıdar. Kim bizim bu işimizə, dinimizə ondan olmayan bir şey əlavə edərsə, o rədd olunar. Yəni, dəlili, isbatı olmayan bir şey əlavə olunarsa, rədd olunar yəni. Allah üçün ixlasla edilməyən və Peyğəmbərin sallallahu aleyhi ve səlləmin sünnəsinə müvafiq olmayan bir əməl faydasız hesab olunur. Fudeyl ibn İyad rahiməhullah uca Allahın əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün Hud surəsi 7, Mülk surəsi 2-ci ayəsi barəsində demişdir. Fudeyl ibn İyad demişdir bu ayələr haqqında ki, yəni ən ixlaslı və ən dürüst olanını. Soruşdular ki, ey Əbu Əli, ən ixlaslı və ən dürüst olanı nə deməkdir? Dedi, əgər bir əməl ixlasla yerinə yetirilirsə, lakin düzgün olmazsa qəbul olunmaz. Həmçinin əgər dürüst olsa, ancaq ixlasla yerinə yetirilməzsə, yenə də qəbul olunmaz. Gərək həm ixlaslı yerinə yetirilə, həm də dürüst ola. İxlasla deyildikdə yalnız Allah üçün edilən əməllər, dürüst deyildikdə isə sünnəyə müvafiq olan əməllər nəzərdə tutulur. Hilyətül Uca Allahın Əl-Kəhf surəsinin axırındakı ayəsi bu iki şərti özündə cəm edən ayələrdəndir. De, mən də sizin kimi bir insanam. Mənə vəhiy olunur ki,
sizin məbudunuz tək olan ilahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və yerinə yetirdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın. Əl-Kəhf surəsi 110-cu ayə. İkinci məsələ ibadətin bəzi növləri haqqında olacaq. İbadətin bir çox növləri vardır. Allahın sevdiyi və razı qaldığı hər bir zahir və batini söz və ya əməl özlüyündə bir ibadət sayılır. Bəzi növ ibadətlər bunlara aiddir. Birinci dua. Bu da iki qismə bölünür. İstək duası və ibadət duası. Uca Allah buyurur, dini məhz Allaha aid sayıb ona dua edin. Qafir surəsi 14-cü ayə. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin. Əl-Cin surəsi 18-ci ayə. Allaha qoyub qiyamət gününədək özünə cavab verə bilməyən, əşyalara yalvaran, kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər. İnsanlar bir yerə toplanacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər. Əl-Əhqaf surəsi 5-ci 6-cı ayələr. Kim Allahdan başqasına dua edərək, ondan yalnız Allahın qadir olduğu bir şey istəyərsə, dua edilənin diri və ya ölü olmasından asılı olmayaraq, həmin şəxs kafir və müşrik sayılar. Diri bir şəxsə müraciət edərək onun edə biləcəyi bir şeyi, məsələn, ey filan kəs, mənə yemək ver və ya mənə su ver deyə istəyənə gəldikdə onun əməlində bir qəbahət yoxdur. Yəni, bir yanlış yoxdur. Yəni, çünki bu canlıdır. Yəni, bunu eləyə bilər. Yəni, sənə su verə bilər, sənə yemək verə bilər, sən də istəyirsən ondan canlı olan bir şəxs. O da sənə verir, çünki buna qadirdir. Yəni, çünki ölü deyil bu. Ölü olsaydı, birincisi səni eşitməyəcəkdi. İkincisi də sən onu çağırdığın üçün şirk olacaqdı. Amma ölü olmadığı üçün, canlı olduğu üçün şirk sayılmır. Və buna da həm də qadirdir, yəni verə biləcək bir şeydir, yəni problemli bir şey deyil. Bu istəyi ölüyə və ya həmin yerdə olmayan bir şəxsə ünvanlayan kəssə müşrik sayılır. Gördünüz, yəni bu istəyi, yəni məsələn yemək istəyirsiniz, amma insan yaşamır, yəni ölüdür. Bu olmaz. Bu şirk sayılır. Və yaxud da birindən nəsə istəyir, adını çəkirsən, həmin yerdə yoxdur. Yəni sənin yanında deyil. Sənin olduğun ərazidə deyil. Yəni sən durub onu çağırırsan. Yəni, buna görə də müşrik sayılır insan. Çünki ölü və ya həmin müraciəti eşitməyən kəs onun istəyini yerinə yetirə bilməz. Bəli. Eşitmirsə, yəni bu ölübsə, bu yəni heç cür onun dediyini eləyə bilməz. Və yaxud da həmin adam bunu eşitmir. Yəni necə onu yerinə yetirə bilər? Buna görə də şirk sayılır. Qeyd edildiyi kimi duanın iki qismi vardır. İstək duası və ibadət duası. İstək duası Allahdan dünya və axirətin xeyrini diləməyə deyilir. İbadət duasına isə bütün zahiri və batini yaxşı əməllər daxildir. Çünki Allaha ibadət edən kəs dili və qəlbi ilə Allahdan onun ibadətini qəbul etməsini və ona savab yazmasını diləyir. Quran-Kərimdə dua etməyə aid varid olan əmrlər, Allahdan qeyrisini dua etməyə dair qadağalar və dua edənlərin əldə etdikləri savablar barəsindəki ayələr həm istək dualarına, həm də ibadət dualarına şamil edilir. İki, üç, 4. Sevgi, qorxu və ümid bəsləmə də ibadətin növlərindəndir. Yuxarıda qeyd etmişdik ki, bunlar ibadətin sütunlarıdır. 5-incisi isə təvəkküldür. Təvəkkül də ibadətin bir növüdür. Bu kiməsə və ya nəyə isə arxayın olmaq deməkdir. Allaha təvəkkül etmək, xeyir qazanmaq və zərəri dəf etmək üçün Allahın buyurduğu və izin verdiyi səbəblərdən tutaraq hər bir işi ürəkdən uca Allaha həvalə etmək.
Ona arxayın olmaq və ona inanmaq deməkdir. Yəni təvəkkül budur. Allaha arxayın olursan, hər bir işi ona həvalə edirsən, bu təvəkkülsən. Uca Allah buyurur: əgər möminsinizsə, Allaha təvəkkül edin. Əl-Maidə surəsi 23-cü ayə. O həmçinin buyurur: kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Talaq surəsi 3-cü ayə. 6-cı, 7-ci, 8-ci isə rəğbət bəsləmək, qorxmaq və müti olmaq da ibadətin növlərindəndir. Rəğbət bəsləmək, istədiyin bir şeyə nail olmaq üçün çalışmaqdır. Yəni çalışmaq, istədiyin bir şeyə rəğbət bəsləməlisən, çalışmalısan. Qorxmaq, qorxduğun bir şeydən çəkinməkdir. Müti olmaq isə Allahın əzəməti qarşısında zəlil olmaq və boyun əyməkdir. Bununla insan Allahın həm kainata, həm də şəriət qayda qanunlarına aid qəza və qədərinə boyun əymiş olur. Uca Allah bu üç növ ibadət barəsində belə buyurur. Həqiqətən onları yaxşı işlər görməyə tələsər. Ümid və qorxu ilə bizə yalvarardılar. Onlar bizə müti qullar idilər. Ənbiya surəsi 90-cı ayə. Qəza və qədərə boyun əymək müti olmaqdır. Yəni Allahın yazdığına. Yəni insanın başına nə gəlirsə, Allah əvvəlcədən bunları yazmışdı. Ona görə başına gəlir. Qorxu. Qorxduğu şeyin hökm sahibi olduğunu və əzəmətini dərk edərək ondan qorxmaq. Uca Allah buyurur: onlardan qorxmayın, məndən qorxun. Bəqərə surəsi 150-ci ayə. Onlardan qorxmayın, məndən qorxun. Əl-Maidə surəsi 3-cü ayə. Yönəlmək, Allahın buyruqlarını yerinə yetirmək və qadağan etdiyi əməllərdən çəkinməklə Allaha üz tutmaq deməkdir. Uca Allah buyurur: Rəbbinizə üz tutun və ona itaət edin. Zümer surəsi 54-cü ayə. Yardım diləmək. Bu həm dini, həm də dünyavi işlərin həyata keçirilməsi üçün Allahdan kömək diləməkdir. Uca Allah buyurur: biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Əl-Fatihə surəsi 5-ci ayə. Peyğəmbər sallallahu aleyhi və səlləm İbn Abbasa radiyallahu anhə belə tövsiyə etmişdir. Kömək diləmək istəsən, onu yalnız Allahdan dilə. Sünən Tirmizi 2516, Müsnəd Əhməd 1307. Bu hədisi Tirmizi Həsən, Hakim isə səhih hesab etmişdir. 12-ci, sığınmaq. Bu xoşa gəlməyən bir şeydən qorunmaq üçün Allahdan himayə və sığınacaq istəməyə deyilir. Uca Allah buyurur: de, sığınıram sübhün Rəbbinə, məxluqatının şərrindən. Əl-Fələq surəsi 1-2-ci ayə. O həmçinin buyurur: de, sığınıram insanların Rəbbinə, insanların hökmdarına, insanların məbuduna, vəsvəsə verənin, Allahın adı seçiləndə isə hövlündən geri çəkilən şeytanın şərrindən. Ən-Nas surəsi 1-2-ci ayə. 13-cü, kömək diləmək. Bu əzabdan və həlak olmaqdan qurtulmaq üçün yardım istəməkdir. Uca Allah buyurur: o vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da mən sizə bir-birinin ardınca gələn 1000 mələklə yardım edəcəyəm deyə duanızı qəbul etmişdi. Ənfal surəsi 9-cu ayə. 14-cü, qurban kəsmək. Bu Allaha yaxınlaşmaq məqsədi ilə xüsusi bir qaydada heyvanı kəsib qanını axıtmağa deyilir. Uca Allah buyurur: de, şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Əl-Ənam surəsi 162-ci ayə. O həmçinin buyurur: sən də Rəbbin üçün namaz qıl və qurban kəs. Kəvsər surəsi 2-ci ayə. 15-ci, nəzir. Bu insan hər hansı bir işi görməyi və ya vacib olmayan xeyirxah bir əməli yerinə yetirməyi özünə vacib etməsidir. Uca Allah buyurur: onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsılacaq gündən qorxarlar. Əl-İnsan surəsi 7-ci ayə. Burada Rəbb ibadətin bəzi növlərini qeyd etdik. Bütün bu ibadətlər yalnız Allaha yönəlməli və ondan qeyrisinə aid edilməməlidir. İbadət hansı əzalarla yerinə yetirilməsi baxımından 3 qismə bölünür. Birinci qism,
qəlblə olunan ibadətlərdir ki, buna sevgi, qorxu, ümid bəsləmək, yönəlmək və qorxmaq, təvəkkül etmək və s. aiddir. İkinci qism, dillə olunan ibadətlərdir ki, buna həm həmd etmək, la ilahə illallah demək, subhanallah demək, bağışlanma diləmək, Quran oxumaq, dua etmək və s. aiddir. Üçüncü qism, bədən üzvləri ilə olunan ibadətlərdir ki, buna namaz, oruc, zəkat, həc, sədəqə, cihad və s. aiddir. Bununla da kifayətlənək. Allah eşidib dinləyənlər üçün faydalı etsin. Subhanəkəllahumma və bihamdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.